Ümumiyyətlə, hər kəsə yaxşı məlumdur ki, Qur'an-ı-Kərimin ayələri məna baxımından iki ana qismə bölünür. Maraqlananlar Ali İmran surəsinin 7-ci ayəsinə diqqət etsələr, mətləbin nədən ibarət olduğunu bilərlər. Həmin ayədə Uca Rəbbimiz Qur'anın bir qism ayələrinin möhkəm, sadə şəkildə desək, yəni hər kəs tərəfindən başa düşülən, ikinci qism ayələrin isə mütəşabih, yəni idrakdan kənar, hər kəs tərəfindən başa düşülməyən olduğunu bildirir. Ardınca bildirir ki, mütəşabih ayələrin yozumunu, həqiqi mənasını Allah və elmdə qüvvətli olanlardan başqa kimsə bilməz, kimsə dərk etməz. İmam Rıza əleyhissalam bu ayənin təfsirində gözəl bir hədis buyurub, hədis Biharul Ənvar əsərində keçir. İmam əleyhissalam buyurur ki, biz Əhl-i Beytin əhvalı Qur'anın ayələrinə bənzəyir. Qur'anın möhkəm və mütəşabihi olduğu kimi, bizim də sözlərimizin, bizim də əhvalımızın möhkəm və mütəşabihliyi vardır. Siz möhkəm olanından yapışın, mütəşabihi buraxın. Nə deməkdir bu? Sadə şəkildə desək, məsumların özlərinə məxsus Allah tərəfindən verilmiş bəzi halları var. Məsələn, möcüzə məsələsi, məsələn, Peyğəmbərimizin meyraca yüksəlməsi məsələsi, məsələn, Həzrəti İsa'nın ölüləri diriltməsi və yaxud da palçıqdan quş düzəldib ona üfürməsi, bunlar ayələr vasitəsilə təsbit olunmuş xəbərlərdir. Yəni, bir insan istəsə ki, əqli yolla və yaxud fiziki qayda qanunları tətbiq etməklə bu xəbərləri təhlil etsin, hidayət əvəzinə zəlalətə düşəcəkdir. Şeytan onun o tətbiqatından istifadə edib, onun qəlbində şək şübhə yaradacaq və nəhayətdə həmin şəxsin yoldan azmasına səbəb olacaqdır.